Martın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının riyasət heyətində tanınmış riyaziyyatçı alim, riyaziyyat elmləri doktora professor Kamal Soltanovla görüş keçirilib. Görüşdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli tədbirin keçirilməsində məqsədin tanınmış riyaziyyatçı alim professor Kamal Soltanovun uzun illərdir həll edilməyən Navier-Stokes tənlikləri ilə bağlı əldə etdiyi yeniliklərlə tanış olmaq və onu cəmiyyətimizə tanıtmaq olduğunu bildirib. Qeyd edilib ki, professor Kamal Soltanovun həlli istiqamətində çalışdığı məsələ dünya miqyasında olan problemlərdəndir və onun bu iddiası olduqca mühüm məsələdir. Azərbaycan alimlərinin dünya miqyasında elmi məsələlərin həllinə çox az hallarda iddia etdiklərini, bir növ onlarda özlərinə inamsızlıq yarandığını, bundan irəli gələrək ötən müddət ərzində Nobel mükafatına Azərbaycandan yalnız 4 müraciətin qeydə alındığını deyən akademik İsa Həbibbəyli bu mifi sındırmaq, onların düşüncəsini dəyişmək və özlərinə inam aşılamaq məqsədi ilə AMEA-da Nobel mükafatına aparan yolun dərsləri, mif, reallıqlar, uğurlar və çağırışları mövzusunda beynəlxalq elmi konfransının keçirildiyini xatırladıb. AMEA-nın riyaziyyat heyəti aparatının elektron akademiya şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru dosent Fariz İmranov isə çıxışında professor Kamal Soltanovun elmi fəaliyyəti barədə danışıb. O bildirib ki, bugün professor Kamal Soltanovun tədqiqatlarının nəticəsi geniş şəkildə tədqiq olunur. Professor Kamal Soltanovun Navier-Stokes tənlikləri ilə bağlı mühüm nəticəsinin uzun illərdir müzakirə edildiyini deyən Fariz İmranov, nəhayət alimin elmi nəticəsinin 2024-cü ildə məqalə şəklində çapa qəbul edilərək işıq üzü gördüyünü və bunun Azərbaycan elminin böyük uğuru olduğunu söyləyib. Daha sonra çıxış edən professor Kamal Soltanov görüşün keçirilməsinə görə akademiya rəhbərliyinə minnətdarlığını bildirib və əldə etdiyi elmi yeniliyə dair təqdimatla çıxış edib. Daha sonra AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev, Bakı Dövlət Universitetinin kafedra müdiri akademik Yusif Məmmədov, AMEA-nın akademik katibi akademik Arif Həşimov və professor Kamal Soltanovun qardaşı dosent Rafael Soltanov çıxış edərək alimin bütün həyatını riyaziyyat elminin inkişafına həsr etdiyini, onun elmi tədqiqatlarının bir çoxunun beynəlxalq miqyasda qəbul olunduğunu və tətbiq edildiyini bildiriblər. Sonda qonağa AMEA-da nəşr olunan kitablar hədiyyə olunub, xatirə şəkilləri çəkdirilib.